Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərindən danışacaq. Tənqidi realizmin ən böyük nümayəndəsi olan Cəlil Məmmədquluzadə zamanının eyblərini çəkinmədən, cəsarətlə göstərən ən böyük ədiblərdəndir. Ona görə cəsarət sahibidir ki, aşağı demədən, yuxarı demədən gördüyü bütün eybləri tənqid etmək o dövrdə öz həyatını riskə atmaq demək idi. Bugün də biz öz dövrü üçün çox xarakterik olan bizim dövrümüz üçün də müəyyən nüansları üst-üstə düşən tənqid hədəfləri olan Anamın kitabı əsərindən danışacaq. Əvvəlcə bu gördüyünüz məclisin əhalisinin iki cür verilməsi var. Bir yuxarı hissədə görürsünüz. Veribdir, bu hissəyə çox diqqətlə baxmaq lazımdır. Burada Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin, Səməd Vahidin geyimləri onların xarakterini, tərbiyəsini göstərən ən açıq nümunədir. Mən daha bu barədə danışmayayım, siz onu burada görürsünüz, özünüz diqqətlə oxuyun. Keçək əsərin özünə. Əsər Əbdüləzimin oğlanları olan ali təhsilli Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin iş kabinetində cəryan edir. Əvvəlcə biz Zəhra bəyəm ananı görürük ki, bu üç oğlan anasını. O gəlir, bala, görürsən niyə uşaqlar yuvanlılar, biz bilmirik kimi yuvanlığından danışır burada. Amma Rüstəm bəy anasının ağzını açmağa imkan vermir, deyir, ana, mənə imkan ver, mən lüğət yazıram və çox yumuşaq bir ana olan Zəhra bəyəm ana tez yuxarı çıxır. Qapı döyülür, içəriyə Mirzə Həsən adlı bir adam girir. Mirzə Həsən Rüstəm bəyin katibidir. Rüstəm bəy lüğəti diktə edir, Mirzə Həsən də yazır. Rüstəm bəy Rusiya təhsilli, Rus qafalı bir nəfərdir. Onun nitqində də çoxlu Rus dilinə məxsus sözlər var. Bu gün bu bəla Azərbaycanda, xüsusilə paytaxtda özünü daha çox göstərir. Adamlar yarı Azərbaycanca, yarı Rusca danışırlar və bunu da bir savad mədəniyyət göstəricisi hesab edirlər. Amma qıraqdan heç də xoş görünmür. Mirzə Həsən məlum o ki, hələ lüğəti indi başlayıblar, A hərfindən başlayırlar. Bu məqamda Zivər xanım otağa girir, telefonu qaldırır. Bu məqamda deyək ki, Zivər xanım da yarı Rusca, yarı Azərbaycanca danışan şəxslərdəndir. O da Rus təhsilli, Rus qafalı biridir. Sonra məlum olur ki, A hərfindən danışandan sonra Almaz sözündən başlayırlar danışmağa. Almaz sözündən danışanda Mirzə Məhəmmədəli onların işinə müdaxilə edir. Deyək ki, bəs, ay qardaş, sənin yazdıqların Rus-Avropa mədəniyyəti üçündür, o tərəflərin əhalisi üçündür, amma sən niyə lüğətini məhdud yazırsan? Şərq və İslam elmləri də ora tətbiq eləmirsən ki, o əhali də sənin lüğətindən faydalansın. Rüstəm bəy sözsüz ki, buna məəttəl qalır, deyir, əksinə mən düşünürəm ki, mənim lüğətimdən hamı istifadə eləsin, deyir. Onda sən bəzi məsələləri elə deyirsən ki, burada bir yanlışlıq var. Yanlışlıq nədir? Rüstəm bəy demişdi ki, Almaz ən bərk maddədir. Mirzə Məhəmmədəli bir İslami biliklə, yəni biraz adama qəribə gəlir ki, o dövrdə görün nə ilə məşğul olub, insanlar elm adına nə öyrənib. Deyir ki, bəs, ay qardaş, sən dediyin Almaz ən bərk şey deyil. Ən bərk şey daşdır, daşdan bərk şey dəmirdir, çünki onları toqquşduranda dəmir daşı əzir. Dəmirdən bərk şey oddur, çünki od dəmiri əridir. Oddan bərk şey sudur, çünki su odu söndürür. Sudan bərk şey buluddur, çünki o yağdırır. Buluddan bərk şey küləkdir, çünki külək buludu hərəkət elətdirir. Küləkdən bərk şey mələkdir, mələkdən bərk şey Allahın əmridir, hökmüdür. Və bu belə danışdıqca Mirzə Həsənlə Rüstəm bəy onun bu şərhinə gülürlər və bu gülümə çox ciddi şəkildə bu qardaşlar arasında problem yaradır. Hətta Mirzə Məhəmmədəli çıxıb getmək istəyir. Bir təhər otuzdururlar, xəlvət gülürlər və sözsüz ki, Mirzə Məhəmmədəli başa düşür ki, onlar bunun danışıqlarını qəbul eləmirlər. Zaten biz də qəbul eləməyə çətinlik çəkir. Sonra Səməd Vahid içəri girir. Səməd Vahid də Türkiyə təhsillidir. Mirzə Məhəmmədəli İran qafalıdır, Fars qafalıdır. Orada təhsil alıb, Nəcəf Əşrəfdə təhsil alıb. Səməd Vahid də İstanbulda təhsil alıb, Türk qafalıdır. Demək, bu qardaşların hər biri təhsil aldığı ölkənin mədəniyyətini
ehtiyac olmadan gətiriblər Azərbaycana, Azərbaycanda tətbiq eləmək istəyirlər. Və Mirzə Məhəmmədəli insanlarla danışanda sadə danışır. Amma deyək ki, bir nitq irad eləyəndə, bir yerdə publisistik üslubda danışıram deyəndə onun nitqini də heç başa düşmək olmur. Səməd Vahid isə həm elə insanlarla danışanda, həm də bir başqa məqamda danışanda onun dilində heç başa düşmək olmur. Çünki Səməd Vahid o dövrdə dəv olan bir Osmanlı türkçəsi, bir əcaib dil əmələ gəlmişdir. O türkçədə danışır. Bu məqamı deyim ki, onun da nitqini demək qəbul eləmək olmur. Hiss edirsən ki, böyük qardaşlar Səməd Vahidi heç qəbul eləmirlər. Və bu məqamda Zəhra Bəymana gəlir. Onun bir dənə niyyəti var, Gülbaharı ərə vermək istəyir. Və gəlir bu söhbəti açır. Bu söhbəti açılanda məlum olur ki, hər qardaş özü qafasında biri olana Gülbaharın ərə getməsini istəyir. Rüstəm bəy, Aslan bəyə Mirzə Məhəmmədəli, Mirzə Bəxşəliyə iş yoldaşı, müəllim yoldaşı, İran qafalı birinə Səməd Vahid də özünün iş yoldaşı, Türkiyə qafalı Səməd Vahidə, Hüseyn Şahidi ərə getməsini istəyir. Burada da çox ciddi mübahisə düşür. Gülbaharı çağırırlar. Gülbahar da məsələni belə qoyur ki, ay qardaşlar, siz Allah mənim üstümdə dava eləməyin. Mən bunların heç birini tanımıram. Hətta bu ərə vermə məsələsində Rüstəm bəy təşrif edir ki, bacımız kimi bəyənsə, kim görsün, danışsın, kimi bəyənsə, ona geçsin. Aləm qarışır. Bir-birindən Mirzə Məhəmmədəli deyir, belə şey ola bilməz. Sonra dediyim kimi, hər kəs öz qafasında olan birini ərə getməsini istəyir. Gülbaharı çağırırlar. Gülbaharı deyir ki, siz Allah mənim üstümdə dava eləməyin. Onsuz da mən kimisə bəyənəsi olsam, qardaşımın o biri razı olmayacaq. Bu görüşmək məsələsinə də Mirzə Məhəmmədəli təmiz qəti etiraz eləyir. Axırda Rüstəm bəy belə bir təklif irəli sürür ki, sabah bəs bizdə Xeyriyyə Məclisinin cəmiyyətinin iclası olacaqdır və o iclasda Aslan bəy də iştirak eləyəcək, müəllimlərdən şikayət var deyə Mirzə Bəxşəli ilə Hüseyn Şahid də iştirak eləyəcək. Onların danışıqlarına Gülbahar pərdənin arxasından baxar, qulaq asar, hansını bəyənərsə ona ərə verərik gedər. Bu məsələdə ortaq ittifaqa gəlirlər. Bundan sonra bir epizod baş verir. Teymur bəy deyilən bir adam gəlir. Burada Zivər xanımla görüşür. Daha doğrusu Rüstəm bəydən Zivər xanımla görüşür. Zivər xanımın baş açıq gəzməsi, fikirlərdən əl verib görüşməsi, əlini öpdürməsi sözsüz ki, Mirzə Məhəmmədəliyə xoş gəlmir. Bu məsələdən çox narahatdır. Hətta Zivərdən Teymur bəyin çıxıb ikisinin iş dalından getməsini də heç cürə qəbul eləyə bilmir. Birinci məclisdə daha başqa bir şey olur. Qəmbər adlı işlər müdürü, Rüstəm bəyin işlər müdürü deyək. O gəlir və məlum olur ki, Rüstəm bəyin qoyunlarına xəstəlik dəyibdir. Qızdırmadan qırılırlar. Rüstəm bəy təklif edir ki, bəs sabahlarım bizdə Xeyriyyə Cəmiyyətinin icrası olacaqdır. Orada Aslan bəy var, mal həkimi. O gələcəkdir. Ondan qızdırmaya bir çarə, əlac soruşarsınız. Və nə bilim, sonra burada bəzi xırda epizodlar var. Onun üstündə dayanmaq istəmirəm. Gəldik ikinci məclisə. İkinci məclis Rüstəm bəyin zal otağında cəryan edir və burada Xeyriyyə Məclisinin üzvləri yığılıb. Məlum o ki, icrası da aparan Rüstəm bəydir, o Rusca başlayır. Rusca başlayan kimi, yəni nitqinə Rusca başlayır. Mirzə Zeynal adlı bir millətpərəst deyir ki, burada mütləq Azərbaycan dilində danışılmalıdır. İki gün qalxır, müxtəlif fikirlər söylənir. Hətta belə bir fikir olur ki, Azərbaycan dilini bilməyənlər Rusca danışsın və buna da haqlı bir irad bildirilir ki, əgər bir adam ki, Azərbaycan dilini bilmir, öz dilimizdə danışa bilmir, onun Azərbaycan Xeyriyyə Cəmiyyətinin üzvlüyündə nə işi var? Amma burada bir qəribə məsələ var. Bu iclasdakı heç bir fikir qərara bağlanmır. Hər şey yarımçıq qalır. Ümumiyyətlə, bir çox bu dövrü xarakterizə edən əsərlərdə görünür ki, bizdə iclas keçirmə mədəniyyəti, iclası qərara bağlama mədəniyyətində ciddi problemlər olub. Demək, birinci məsələ, birinci gündəlikdəki birinci məsələ Xeyriyyə Cəmiyyətinin
il hesabatı təsdiqi məsələsi olur. İkinci məsələ məktəb proqramı barəsində olur, çünki şikayət olunmuşdur. Üçüncü məsələ acıların ərzə halı olur. Dördüncü məsələ isə elm ilahi dərsləri barəsində olur. Əvvəlcə il hesabatının təsdiqi məsələsində Aslan bəy çıxış eləyir. Bizim orta məktəb dərsliyində bu çıxışı verməyiblər, amma qısa məzmununu belə deyək ki, deməli, burada pulun xərclənməsi məsələsində problemlərə toxunulur və yenə burada bir qərar plan olur. İkinci məsələ, keçirik ədəbiyyat dərsinə məktəb proqramından. Demək ki, 2-ci sinifdə ədəbiyyat dərslərinin çətinləşməsindən şikayət olur və bu barədə Hüseyn Şahid danışır. Hüseyn Şahid danışanda da Gülbahar qulaq verir. Hüseyn Şahidin nitqindən heç nə məlum olmur. Yəni, mən bir Azərbaycan ədəbiyyat müəllimi olaraq oxuyub heç nə başa düşmürəm. Özüm biraz da o cür deyirəm. Ən əsas məsələ odur ki, Hüseyn Şahid çox məntiqsiz danışır. Sonradan bir təhər ki, gətirib nə cürsə bağlayın ki, orta məktəbdə biz 2-ci sinifdə tədris elədiyimiz şeirlər bunlardır və bir şeir deyir, o şeirdə dediyim kimi Osmanlı türkçəsindədir, mənasında başa düşmək olmur. Hətta bir uşaq, başında fəsli bir uşağa həmin şeiri dedirdirlər, həm dedirdə, həşəndə Səməd Vahidlə Hüseyn Şahid əllərini qoyublar bu uşağın çiyninə, bir fəxrdən, fəxarətdən ona baxırlar. Amma dediyim kimi, onların nitqindən heç kəs heç nə anlamır. Və ən qəribə məsələ odur ki, bu məsələ də bir qərara bağlanmır. Yəni, bir qərar verilmir ki, ədəbiyyat dərsləri sadələşdirilsin, sadələşdirilməsin, necə keçilsin, bu məsələ yox. Bundan sonra keçirlər bəs din dərsi. Din dərsinə deyəndə məlum o ki, bəs qüsur duası öyrədilir uşaqlara və bu çox uzun bir prosesdir, keçir. Deyirlər ki, hələ bundan sonra da qüsur duaları öyrəniləcəkdir. Bu yerə də Mirzə Bəxşəli bəs iradını bildirir, deyir, elə şey yox, hələ biz qüsur bir yerdə keçmirik. Biz qüsuru keçmişik, qüsuru da hələ indən sonra keçəcək, bundan sonra keçəcək. Demək, iradlara heç kəs, necə deyərlər, adekvat cavab vermir. Hər kəs öz işinin haqqı olduğuna inanır və öz bildiyi kimi də gedir. Biz burada Mirzə Bəxşəlinin nitqini görürük. Mirzə Bəxşəlinin nitqi Hüseyn Şahidin nitqindən də bədtərdir. Yəni, betərdir. Onun da danışığından heç kəs heç nə başa düşmür. Hətta bu qüsur duasını da yenə bir uşağa oxudurlar. O uşaq da bu duanı oxuyanda yenə Mirzə Bəxşəli, Mirzə Məhəmməd Əli bu dəfə əllərini qoydular həmin şagirdin çiyninə. Onlar da çox məmnundular. Yəni, qərar, siz nə danışırsınız, danışın, nəyə müzakirə edirsə edilsin, biz öz bildiyimizi eləyəcəyik. Bu məqamda hətta Mirzə Məhəmməd Əli də danışası olur. Mirzə Məhəmməd Əlinin də sözünü kəsirlər, onu da danışmağa imkan verirlər ki, bu qədər uzun danışmağa ehtiyac yox. Sonra gəlir axırıncı məsələ ki, o əslində üçüncü məsələ idi. İki məsələni birləşdirdilər, bu məktəb proqramından din dərslərini. Keçdik axırıncı məsələyə, artıq üçüncü məsələ keçib olur axırıncı məsələ. Məşədi Cəfər bəs acıların adından, ailəsi adından ərizə verib ki, bəs bizi yeməyə, çörəyə möhtacıq. Teymur bəy bu məsələyə etiraz edir, deyir ki, acların məsələsinə baxa bilmərik. Bizim, deyir, keçən iclasdan, deyir, belə bir məsələ qaldırmışıq ki, deyir, xərclənməyən pulu ehtiyat fonda qoyaq. Adı xeyriyyə cəmiyyətidir, amma bu xeyriyyə cəmiyyəti acılara belə yardım eləmir. Pulu ehtiyat fonda qoyurlar. Nədən ötürü ehtiyat fonda qoyurlar, biz bunu bilmirik. Əgər acın qarnı doyuzdurulmayacaqsa, bu xeyriyyə cəmiyyəti nə işə baxır? Bu məqamda biz Zivər xanımın bir ürək yumşaqlığını görürük, çıxardır. O qəpik verir. Yaxşı ki, bu məqamda Qəmbərdən zaman çobanlar gəlmişdilər ki, Qəmbər Qurban, deməli, İşlər müdürü Qəmbər, çoban Qurban zaman gəlmişlər ki, bəs qızdırma xəstəliyi üçün Aslan bəydən bir dərman alsınlar, bir çarə istəsinlər. Burada acların vəziyyətini görüb, onlar özləri ilə yeməyə gətirdikləri çörəkdən, yağdan bu acılara verirlər. Bu acılar 3 gündə ac olan adamlar acgözlüklə bu çörəyi yeməyə yeyirlər və iclas iştirakçıları da çox qəribə şəkildə durub bu adamlara tamaşa edirlər.
Ə, Bu məqamda, demək ki, Aslan bəydən Qəmbərin, Qurbanın bir söhbəti var. Məlum olur ki, xalqın ziyalısı ilə sadə nümayəndəsi bir-birini başa düşə bilmir. Özdə biraz məntiq xətası var bu yüksək dediyimiz təbəqədə. Məsələn, Qəmbərgil deyir ki, bizə qızdırma xəstəliyinə dərman, Aslan bəy başlayır ki, yaraları necə sağaldırsınız? Qəmbər bəy deyir, ay kişi, sənin yaralardan işin yoxdur. Yaranı biz özümüz sağalda bilirik. Nöyük sürtürük, sağaldırıq. Sən bizə qızdırmaya dərman deyirəm. Axırda özü də deyir ki, sən bizlə elə danış ki, biz səni başa düşə bilək. Amma Aslan bəy yenə də öz bildiyi ilə qalır. Deyir ki, bəs onda göbə danışır. Deyir, onda gələrsiz yanıma, sizə resept yazaram. İndi biz resept sözünü çox rahat başa düşürük, amma Qəmbər zaman bir-birinin Qurban bir-birinin üzünə baxırlar, yenə heç nə başa düşmürlər. O məqamı da deyək ki, Gülbahar da pərdənin arxasında idi. Demək, o nə Aslan bəyin danışığından bir şey başa düşməmişdi, nə Hüseyin Şahidin, nə də Mirzə Bəxşəlinin. Amma bir dənə başa düşdüyü bu çobanların nitqi idi ki, sonradan onu deyir, ondan soruşanda ki, bəs qız sən kimi bəyəndin, kimi xoşuna gəldi? Deyir, vallah, mən heç kəsin danışığından heç nə başa düşmədim, bircə bu çobanların danışığını anladım. Və burada da Rüstəm bəy hirslənir, anasına deyir ki, ana, bu qızı kimə verirsən ver, mənlik deyil. Üçüncü məclisdə Rüstəm bəyin kabinetidir. Burada Zəhra bəyim, Gülbahar, Qəmbər, Qurban zaman söhbət edirlər. Belə məlum olur ki, Gülbaharın bu çobanlardan xoşu gəlir, xüsusilə Qəmbərdən. Qəmbər zaten əsərin əvvəlində göstərilir ki, yaraşıqlı bir gəncdir. Və onlar qoyunlardan, heyvanlara olan sevgidən söhbət edirlər. Mən bilən, bu bizim əsərin çox ciddi məqamlarından deyil. Əslində, burada ciddi məqam odur ki, sadə xalq nümayəndələri bizim bu ziyalılardan, yuxarı təbəqədən daha çox bu xalqı təmsil edirlər. Demək, bu məqamda bu dediyim kimi çobanlar, Gülbahar, analar söhbət edən məqamda bəs Mirzə Məhəmmədəli bir hambal, deyək ki, Səməd Vahid bir hambal göndərir ki, biz köçürük, bizim kitablarımızı yığışdırın, verin. Demək ki, məlum olur ki, qardaşlar bir yerdə yaşaya bilməyəcəklərini anlayıblar. Artıq o piç nöqtədədirlər. Və bu məqamda isə evə bir senzor Mirzə Cəfər bəy gəlir, polis məmurları və iki polis qardaşı ilə qardaşlar məəttəl qalırlar, deyir ki, heç hamı bir tərəfə çəkilsin, heç kəs tərpənə bilməz, biz bəs yoxlama aparacaq. Senzor nə deməkdir? O dövrün elə bir dövlət təhlükəsizlik xidmətinə işini görən bir qurumdur. Və onlara bir əsərin ideyasını biz bu senzorun elə dilindən eşidirik. Senzor məsələni, niyə gəldiklərini izah edir, deyir ki, bəs bizə məlumat daxil olur ki, sizi istəməyən bəzi adamlar bizə şikayət ediblər ki, siz bu üç qardaş söz bir həmfikir olmuşsunuz, halbuki onlar qətiyyən söz bir həmfikir ola bilmirdilər. Rusiya müsəlmanlarını deyir, Türkiyə dövlətinə tərəf çəkib bir müsəlman cəmiyyəti qurmaq istəyirsiniz və yaxud deyir, başqa cür deyir, siz vətən sevgisi ilə deyir, alışıb yanaraq deyir, istəyirsiniz həm bu Azərbaycanı, həm Şimal Azərbaycanı birləşdirəsiniz və yaxud deyir, da müstəqil hökumət yaradasınız və oradan bir müsavat və hürriyyət əsaslı bir deyir, dövlət qurasınız və siz cəmaatın gözünü deyir, aşmaq istəyirsiniz. Ona görə biz hökumətin nəzərində sizi təhlükəli adamlar hesab edirik, ona görə sizi yoxlamalıyıq. Ona görə əvvəlcə sizin kitablarınızdan başlayır. Yəni, Rüstəm bəyin kitablarından başlayırlar. Məlum olur ki, bir yığın kitab var evdə, 20-30 dənə, amma hamısı lüğət. Özə bu kitabların bir-bir alıb Rüstəm bəyin kitablarına baxdıqca, o biri qardaşlar başlarını buluyor ki, gör bizim böyük qardaşımız nə işdən məşğul. Bəli, ondan sonra görürlər ki, senzor görür ki, bu kitablarda heç bir problem yoxdur. Keçir Mirzə Məhəmmədəlinin kitablarına. Bəli, Mirzə Məhəmmədəlinin kitabları Rüstəm bəyin kitablarından daha betər. Hamısı dua kitab. Hamısı dua kitab. Bir-bir götürür. Hamısı da xusuf, küsuf. Ayın günün tutulmağına qarşı yazılan dualar. Ki, halbuki insan ömründə bəzən elə olur ki,
Nə bir ay tutulması olur, nə bir gün tutulması olur. Yəni bu lazımsız peşə ilə, sənətlə məşğul olmaq adamın sadəcə ürəyini ağrıdır. Bəli, bütün kitabları yoxlayır, eyni. Senzor baxır ki, burada heç bir problem yoxdur və soruşur ki, siz özünüz nəsiz? Deyir, mən elm ilahi müəllimiyəm və mən özüm də qüsur duası yazıram. Yenə başqa dua yazsa dərd gəlir. İnsan ömrünün bəlkə insanın bir dəfə də rast gəlmədiyi ayın günün tutulmasına qarşı dua yazırlar və məktəbdə də uşaqlara yalnız bunu öyrədirlər. İslam adına, din adına bu öyrənilir. Ondan sonra, bəli, senzor görür ki, bu kitablarda da heç bir problem yoxdur. Bu dəfə keçir Səməd Vahidin kitablarına. Bəli, Səməd Vahidin kitablarının içindən şeirlər oxuyur. Hamısı Osmanlı türkçəsindədir. Bu türkçə əslində Türkiyə türkçəsi ilə bizim türkçəmizin arasında heç bir fərq yoxdur. Hətta 500 il, 600 il bundan əvvəl yazılmış türk dilli əsərlər də çox rahat başa düşülür. Amma bu 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində Türkiyədə bir Osmanlı türkçəsi deyilən bir əcaib dil formalaşmışdı ki, heç nə başa düşmək olmurdu. Məsələn, mən burada bir bənd oxuyum. Fərda sənin bu təzəddüd, bu inqilab, hər şey sənin deyilmi zatən? Sən ey şəbab, ey çöhrəyi bəhçi ümid, işdə məkəsin, qarşında bir səma-i səhər, safi bi səhab. Məsələn, bu qəribə bir şeir. Məsələn, Yunus Əmrənin şeiri belədir. Bəli, bu kitabları da oxuyandan sonra senzor görür ki, əslində burada heç bir problem yoxdur. Yəni bu adamların yazdıqlarından, məşğul olduqları şeylərdə dövlət üçün heç bir təhlükə yoxdur. Yəni o dövlət üçün, Çar Rusiyası üçün heç bir təhlükə yoxdur. Onun nitqini oxumaq istəyirəm. Deyir, xub, biz getməli olduq. Üç qardaşı, Həzərat. Məndə bir sual bundan əqdəm sizin üçünüzün də, bir saat bundan əqdəm sizin üçünüzün də barəsində bir özgə xəyalda idim. Yəni bir saat bu kitabları yoxlayıb, amma deyir, kitablarınızı görəndən sonra dəxi indi fikrimi tamamilə bilmərrə dəyişdim. İndi nə fikirdəyəm, o da qalsın mənim öz yanımda. Lakin özümə fərz bilirəm ki, hökumətə ərizə hal edib, sizi ümənay dövlət yanında ən səlamət və zərərsiz bəndələr cümləsində hesab edən məni əfv buyurasınız və salama qalasınız. Demək ki, buradan belə məlum olur ki, senzor deyir ki, siz tamamilə dövlət üçün təhlükəsiz adamlarsınız. Amma sizdən deyir, mənim beynimdə nə qənaət hasıl oldu, deyir, bu mənə qalsın. Burada bəli, o qənaətin senzorda nə qənaət hasıl olduğunu Rüstəm bəyin nitqində görür. Rüstəm bəy nə deyir? Deyir, hələ indiyə kimi xalq bir şey başa düşmürdü. İndiyə kimi xalq deyirdi ki, mərhaba, Əbdüləzimin oğlanlarına, maşallah. Biri Peterburqda elm təhsil edib, biri İstanbulda, biri Nəcəflə Şərəfdə. Üçü də maşallah oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylənəcək ki, haman üç alimin biri Mirzə Məhəmməd Əliyə şaridir. Yusuf duası yazır. Biri Səməd Vahidə baxır. Məfailün, fəilatün. Biri də özünə baxır. Vallah, mən özüm heç də başa düşmürəm ki, mən nəçiyəm və qahqah çəkib gülür. Elə bu qahqah çəkib gülməkdən yenə Mirzə Məhəmməd Əli qardaşınla çəkir ki, gülmə şeytan əməldir. Və biz əsərdə mən bu məsələyə çox diqqət yetirmədim. Əsər boyu biz görürük ki, Mirzə Məhəmməd Əli, Rüstəm, Səməd Vahid, bunlar didişirlər. Bir-birindən sözü, birinin sözü o birinin boğazından keçmir. Və yenə dava, şava, bu ona söz, bu buna söz deyir və bu hayküyə deməli, Gülbahar, Qəmbər, Çobanlar hamısı içəri girir ki, bu nə dava? Davada bitəri çəkib bunları ayrılırlar və bu arada Zəhrabayım da özündən gedir. Keçirik 4-cü məclisə. Rüstəm bəy qardaşlarının yenə həmən kabinetidir. Rüstəm bəy deyir, gəlir mamasının yanına ki, ayna bəs mən keçən dəfə sənə qarşı kobudluq elədim, çünki anasını itələmişdi. Ana da çox yumuşaq qadındır. Abalam deyir ki, sən mənə heç nə eləməmsən. Sən deyir, elə qardaşlarınla mehriban ol, mənə heç nə lazım deyil və mənə qarşı heç bir kobudluq da eləməmsən. Zəhrabayım ana çox yumuşaq anadır. O da siz qardaşlarından aralı düşmə deyən kimi dediyi söz o olur ki, aynen bu kitablar ki var, bizim kitablarımız, onlar bizi birləşməyə qoymayacaq. Bundan sonra Rüstəm bəy aralanır, Mirzə Məhəmməd Əlini görür, o da gəlib anasından üzr istəyir. Çünki bunlar əslində ziyalıdırlar, amma bilmirəm də o dövrün ziyalısının xarakteri, təbiəti bu əsərdə əksini tapıb. Yəni bunlar əslində savadlı adamlardır, bunlar ananın nə olduğunu bilirlər. Amma davranış və hərəkətləri
heç də ziyalıya yaraşmır və e, xalqımız üçün faydasız bir ziyalılar bunların hamısı. Gəlir Mirzə Məhəmmədəli də yenə üzrxahlıq edir, ana məni bağışla, sən qarşı kobudluq elədim. Yenə həmin sözü bu da deyir ki, ayna valla sən bilirəm, bizi istəyirsən ki, birimizdən mehriban olaq, amma bu mümkün deyil, bu kitablar bizi mehriban olmağa qoymur. Eyni şeyi Səməd Vahid də söylüyor, o da üzrxahlıq. Yenə də birlikdən söhbət gedə bilməz. Bunlar hamısı arananlar və bunların hamısının bir dənə fikri var ki, bəs kitablarını da götürüb aralansınlar. Amma bu məqamda Zəhra bəyəm ananın ürəyi dözmür. Deyək ki, infarkt keçirir və qızını çox düşünür son anda, çünki qızını bir tərəfə eləyə bilməmişdi. Bu bütün anaların dərdidir və özündən gedir. Gülbahar qardaşlarını çağırır, qurban zaman gəlirlər. Zəhra bəyəm çox ana pis vəziyyətdədir, indicənə artıq infarkt keçirib, qoy belə deyək, düz əsərdə yazılmış ki, infarkt keçirib. Amma o vəziyyətdədir, ana, Zəhra bəyəm ana özündə deyil. Bəli, Qəmbər çobanlar gəlirlər, ana ilə danışırlar, onun kefini açırlar, aşmaq istəyirlər. Deməli, çox sədaqətli bu Zəhra bəyəm anaya, Gülbahara sədaqətli olan aşağı təbəqə onların xidmətçiləridir. Və burada bir şeir verib, bir çobanıq dağdı daşdı yerimiz, yoldaşımız, boyunquzu yerimiz, bunu Qəmbər oxuyur. Ananın başını qatırlar, ananı rahatlatmaq istəyirlər. Amma anan öz vəziyyətinin ağır olduğunu bilir və həmişə övladlarına göstərib oxutmaq istədiyi bir bəyaz, yəni özünün dəftəri kitabı var idi. Onu qızına verir, deyir ki, qızım, bu kitabı al saxla yanında, qardaşların yola getməyəndə kitabın bir yerində atanın yazısı var, öz əli ilə yazıb. Onu axtar tap, bir qardaşların oxusun. Onu oxusalar, dəxi savaşmazlar. Onu atan öləndən 2 gün qabaq öz əli ilə yazır. Durur ayağa, əli titrəyə-titrəyə, deyir, yazdı, naxoş olurlar. Yəni, deyir, uşaqlar oxusunlar. Yəni, qız yapış əlimdən qalxan, bilmirəm. Bir təhər durur ayağa, bu məqamda hamballar gəlir ki, yenə gəlirlər ki, kitabları aparıb getsinlər. Artıq qardaşlar bir yerdə yaşaya bilməyəcəklərini anlayıblar. Dediyim kimi, qardaşlar arasındakı narazılığın ən zirvə nöqtəsidir. Amma Gülbahar burada çox qəribə bir hallar keçirir. Elə bir psixologiyası artıq pozulmuş olur. Hambaldan bir qəribə söhbət edir, deyir ki, niyə bu adamların hamısı hərə bir tərəfə gedir, niyə bir tərəfə getmirsən? Sanki Gülbahar necə deyirlər, baş tərpənir. Və hamballara deyir ki, qətiyyən kitabları apara bilməzsiniz. Mən indi kitablarla nə edəcəyimi bilirəm deyib, kitabların hamısını pəncərədən töküb içəri od vurur. Və deyir ki, anamın bir dənə əsl qaldı bircə kitab, bu da anamın kitabı deyir və başlayır o kitabı ucadan oxumağa. Oxuyarkən burada məlum olur ki, ata yazdığı şey budur ki, plan vaxtı Rüstəm bəy anadan oldu. Yəni Rüstəm, sonra Məhəmmədəli, sonra Səməd, sonra Gülbahar anadan oldu. Və ata deyir ki, hamınız deyir, siz bu günəşin, ananı bir günəşə bənzədir. Ondan deyir, qopmuş zərrələrsiz. Bax, o hissəni oxuyuram, deyir, yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl axır günün başına donarlar. Çünki bunlar hamısı qədim əzəli gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, yenə əvvəl axır anaları Zəhranın əlini anasına tərəf tutur, ətrafında gərək dolanalar. Çünki ay və ulduz şəmsin parçaları, yəni günəşin parçaları olan kimi bunlar da analarının ay və ulduzlardır. Vay o kəsin halına ki, təbiətin həmin qanunu pozmaq istəyər. Onun insafı və vicdanı, onun ona müdamil həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşiman olacaq. Deyə Gülbahar qurtaracaq, anası Zəhra bəyim bihuş oturduğu yerdə yıxılır. Gülbahar kitabı qoyur qoltuq cibinə və gedir oturub pəncərənin qabağında, dizlərini quzaqlayır və baxır çölə tərəf. Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid və Zivər xanım tökülürlər Zəhra bəyimin yanına.
Mirzə Məhəmməd Əli anasının əllərini soymuşdu, can üstə görüb, qalxır durur övrətin başının üstündə başlayır Fatihə surəsini oxumağa. Hamı qalxır ayağa. Rüstəm bəy, Səməd Vahid, Zivər xanım dəsmallarını üzlərinə basıb yavaşca ağlayırlar. Gülbahar mat-mat baxır. Anası gah anasına tərəf, gah da çölə tərəf və Mirzə Məhəmməd Əli Fatihə surəsinin oxuyarkən pərdə salmış. Məclis əsər tamamlanır. Bu əsərdən çıxan ideya nədir? Vətənini, xalqını, dövlətini düşünməyən ziyalılar, yüksək təbəqələr bu millətin, dövlətin, xalqın, dövlətin deməyim, xalqın, millətin vətənin faciəsinə səbəb olurlar. Vətəni xilas edən, vətəni düşünən onun ziyalılar. Ziyalılar vətən üçün düşünməsələr, vətən üçün fədakarlıq etməsələr, o ana, yəni Zəhrabayim ana, vətən məhv olub gedər. Bu əsərdə ana vətənin, xalqın, millətin simvoludur. Rüstəm bəy, Mirzə Məhəmməd Əli, Səməd Vahid isə dövrünün ziyalılarının nümayəndələridir. Yəni bu əsər bir ailə çərçivəsində verilmiş olsa da, biz Üzeyir bəy Hacıbəyovun deməli librettosu əsasında yazılmış bir əsərimiz var. Məştubat dediyimiz, məştubat deyə daha çox məşhurdur. Bu kinomuz. O kinoda da Məştubatın nişan məclisində görürük ki, ziyanlılar elə Rüstəm bəy kimi, Mirzə Məhəmməd Əli kimi, Səməd Vahid kimidirlər. Yəni, hərəsi öz oxuduğu yerin təhsilini götürüb gəliblər və o mədəniyyəti gətiriblər. Azərbaycanda lazım olmayan o mədəniyyətin daşıyırlar, yaşadırlar. Bu olmasın, bu olsun əsərində o səhnəyə baxsanız, bizim bu Rüstəm bəy, Mirzə Məhəmməd Əli, Səməd Vahidin orada obrazlarını görmüş olaraq, yəni o şəxslərin başqa formasını orada görmüş olaraq və o dövrdə bu ziyalılar ki, vətənini, xalqını düşünmürdülər, onlar bu vətənin, xalqın fəlakətinə səbəb olurdular. Yəni onu xilas edə bilmirlər və nəticəsi də o oldu. Yəni bizdə 23 aylıq bir cümhuriyyət oldu və bu senzorun danışığından biz görürük ki, o cür düşünən adamlar da var. Amma ziyalılar əl birliyi, el birliyi ilə xalqın, vətənin xilası üçün çalışmırlar. Və bunu əks elətdirən bir tragik komediyadır. Anamın kitabı Cəlil Məmmədquluzadənin ədəbiyyatımıza gətirdiyi yeni janrlardan birində tragik komediya janrında yazılmışdır. Yəni, göz yaşı içində gülüş və ya gülüş içində göz yaşı kimi bir əsərdir. Burada təsvir olunan hadisələrə bilmirsən güləsən, yoxsa ağlayasan. Daha doğrusu gülməkdən çox insanın içindən ağlama keçir. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundursa, mənim üçün nə mutlu.